Mən Vüsal Kəlbəzərli, bu günlərim hardayıq, bu günlərim Tərtər rayonunun girişindəyik. Bəli, bu günlərim gəlmişik gözəl bir missiyanı yerinə yetirmək üçün. Mən Vüsal Kəlbəzərli. Düz kimi Tərtər rayonunda mən və Arzu, bizim bölgə müxbirimiz Fazil, o cümlədə Asil xanım, mən Vüsal Kəlbəzərli. Bu günlərim yanan evlə bağlı gözəl bir aksiya keçirdik. Bu aksiyada bütün tikinti şirkətləri, bütün tikinti yerləri, bütün plastik qap pəncərə yerləri hər biri dəstək oldular. Ona görə hər birinin öz adımızdan dərin təşəkkür bildiririk. Bəli, Tərtər rayonunda Düyərli kəndində ev yanıbdır. Rəsul kişinin evidir. Sizdən hər birinizdən, Tərtərin qeyrətli oğulları, idarə müdürləri, rəhbərləri, hər birinizdən xahiş edirəm ki, necə Müstəqim müəllimlər, Rüfət müəllim, İlxan müəllim Sarzalda yanan evə 15 dəqiqə sonra, 1 saat sonra getdilər. Gözüm əlimizin kəsi onlara yenə demirəm. Niyə? Çünki onlar bir ay bundan qabaq o deyilən yerə gedibdilər. Evin heç bir sığortası olmadığı halda, heç bir sənəti olmadığı halda o evə dəstək oldular. Ona görə onları mən öz adına sağ ol deyirəm. Amma hər biri Müstəqim müəllimlər, Rüfət müəllimlər, İlxan müəllimlər ibarət deyil bizim Tərtər rayonunun vəzifəli şəxsləri. Qaz dairəsi var, işıq dairəsi var. Hər biri inşallah mən inanıram ki, dəstək eşq olsun bizim Tərtərimizə, Tərtərimizin qeyrətli oğlanlarına.